Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə Şahin İbrahimovun Respublika Fənn müsabiqəsinə hazırlıq kitabının ikinci nəşrindən ikinci sınağın izahını bölüşürəm. İlk suala diqqət etirək, bizə C6H12O6 maddəsi verilmişdir. Bu maddənin adı qlikozadır. Maddəsi üçün doğru olan ifadələri müəyyən edin. Birinci müddəa, bir molekulunda 12 hidrogen atomu vardır. Ümumiyyətlə, atom dedikdə indeks nəzərdə tutulur. Biz bu maddəni burada qeyd edərkən görürük ki, hidrogenin indeksi, yəni sağ aşağı küncündə 12-dir. Oksigəndə 6, karbonda 6. Deməli, burada 6 karbon atomu, 12 hidrogen atomu, 6 oksigen atomu vardır. Birinci müddət doğrudur. İkinci, karbon, hidrogen, oksigen uyğun olaraq 1-2-1 nisbətində birləşmişlər. Yəni, atom sayları nisbəti 1-2-1 kimidir. Görürük ki, karbondan 6 dənə, hidrogenden üzr istəyirəm 12 dənə, oksigenden isə 6 dənə burada var. Deməli, 6 atom var daha doğrusu. Nisbətlərini yazdıqda 6 6-ya 1 dəfə bölünür, 12 6-ya 2 dəfə bölünür, 6 6-ya isə 1 dəfə. Yəni, ən kiçik nisbət olaraq 1-2-1 nisbətindədirlər. Bir molekulunda 24 ədəd atom var. Bəli, bu ifadə də doğrudur. Biz dedik ki, bu maddəni yazdıqda qlikozada 6 karbon atomu üzərinə gəlsin, 12 hidrogen atomu üzərinə gəlsin 6. Ümumilikdə 24 atom var. Ona görə də düzgün cavab variantı Y variantı. 1, 2, 3. İkinci sual. Aşağıdakılardan hansılar eyni növ molekullardan təşkil olunmuşdur? Ümumiyyətlə, maddələr fiziki xassələrinin sabitliyinə görə iki qrupa ayrılır: saf maddələr və qarışıqlar. Saf maddələr qarışıqlardan fərqli olaraq yalnız eyni növlü molekullardan, qarışıqlar isə müxtəlif növlü molekullardan təşkil olunur. Məsələn, nümunə gətirirəm. Duz və su qarışığını götürsək, məsələn, xörək duzu və su qarışığı. Burada həm xörək duzu molekulları olur, yəni natrium xlor, həm də müəyyən miqdarda su molekulları. Lakin saf maddələr isə, məsələn, birinci suya diqqət edirək. Su yalnız H2O molekulundan təşkil olunur. 5 molekul suda ola bilər, 1 molekul suda ola bilər, yalnız H2O molekulundan. İkinci hava. Havanın tərkibində biz bilirik ki, əziz şagirdlər, karbon qazı da var, 78% azot qazı var. Bunlardan əlavə havada təsirsiz qazlar vardır: helium, neon, argon, kripton və s. Deməli, molekullar dedikdə, məsələn, burada karbon qazı molekulu ola bilər, azot molekulu ola bilər və yaxud da digər havada su buxarı da ola bilər. Ona görə də hava qarışıq olduğuna görə eyni növlü molekullardan təşkil olunmur, müxtəlif növlü molekullardan təşkil olunur. Üçüncü müddəa isə quru buz. Quru buz karbon O2-dir. Karbon O2 də saf maddədir. Saf maddə olduğuna görə yalnız karbon O2 molekulundan təşkil olunmuşdur. Yəni, düzgün cavab variantı 1 və 3. Saf maddələr yalnız eyni növlü molekullardan təşkil olunur. D variantı cavab. Üçüncü suala baxaq. Aşağıdakı verilmiş ifadələrə əsasən 4 müxtəlif növ atomdan ibarətdir. Molekulda karbon və hidrogen atomlarının sayları bərabərdir və doğru cavabı müəyyən edin. İlk öncə biz bunu müəyyən etmək üçün A, B, C və D və Y variantlarındakı maddələrin kimya formullarını yazmalıyıq. Çay sodası natrium hidrokarbonat, sönmüş əhəng kalsium hidrooksid, daha sonra qarışqa sirkə turşusu CH3COOH, qarışqa turşusu HCOH, sulfat turşusu isə H2SO4. Yəni, kimya formulları belədir. Karbon və hidrogen atomlarının sayı bərabərdir. İlk öncə onu müəyyən edək. Natrium hidrokarbonatda bərabərdir. 1 hidrogen, 1 karbon atom var. Bu ola bilər. Ümumiyyətlə, kalsium sönmüş əhəngdə, yəni B variantında ümumiyyətlə karbon atomu olmadığına görə düzgün cavab variantı ola bilməz. C variantına, sirkə turşusuna diqqət etirəndə 3 hidrogen atomu burada var, 1 hidrogen atomu da turşu qrupunda. Ümumilikdə 4 hidrogen atomu, lakin 2 karbon atomu var. Bu da düzgün cavab variantı ola bilməz. Qarışqa turşusuna diqqət etirsək, qarışqa turşusunda deməli 2 hidrogen atomu var, 1 karbon atomu var.
Ona görə də qarışqa turşusu da düzgün cavab variantı ola bilməz. Sulfat turşusunda da ki, diqqət etirsək, ümumiyyətlə karbon atomu yoxdur. Ona görə də düzgün cavab variantı A variantı, yəni natrium hidrokarbonat, çay sodası 4 müxtəlif növ atomdan ibarətdir. Bəli, tamamilə doğrudur. Natrium atomu, hidrogen atomu, karbon və oksigen atomu. Hərəsi, yəni ayrı-ayrı müxtəlif növ atomlardır. Ona görə də A variantıdır cavab. Dördüncü sualın izahına baxaq. Dördüncü sualda şəkildə 2 laboratoriya avadanlığı verilmişdir və həmin laboratoriya avadanlıqlarının adını müəyyən etməyimizi istəyir. Belə ki, biz də bu avadanlıqlara diqqətlə baxsaq, həmin avadanlıqların üzərində şkalaların təsvir olunduğunu görə bilərik. Üzərində şkalalar olduğuna görə bu laboratoriya avadanlıqları deməli menzurkadır. Menzurka bərk və maye cisimlərin həcmini ölçmək üçün istifadə olunur və üzərində şkalaların olması ilə digər laboratoriya avadanlıqlarından fərqlənirlər. Ona görə də düzgün cavab variantı C variantı menzurkadır. 5-ci sual sadə və şifahi sualdır. Elementlərin kimyəvi simvolu dərsində keçmişik. Aşağıdakılardan hansı xrom elementinin kimyəvi simvoludur? Xrom elementinin kimyəvi simvolu düzgün cavab variantı C variantıdır. 6-cı suala baxaq əziz şagirdlər. Biraz riyaziyyat tələb edən sualdır. Yəni məntiqi düşüncə müəyyən qədər tələb edir. X2 müsbət bizə ionu verib. Yüksüz hissədiklərin sayının mənfi yüklü hissədiklərin sayına olan nisbəti 1,25-dir. Və yüklü iyonda elektron sayını hesablayın. Deməli, ilk öncə biz əziz şagirdlər kütlə ədədini verib 2n, proton sayı sol aşağı küncdə yazılır n-2-dir. Biz də bilirik ki, ümumiyyətlə yüksüz hissədik dedikdə neytron nəzərdə tutulur. Kənarda yazmışam. Yüksüz hissədiklərin, yəni neytronların sayının mənfi yüklü hissədiklər. Mənfi yüklü hissədik isə elektrondur. Elektronun sayına olan nisbəti 1,25-ə bərabərdir. Bunu səliqəli yazıb gözləyirik. Daha sonra X2 müsbət iyonunda kütlə ədədi bərabərdir proton üzərinə gəlsin neytron. Bu düsturu bilirik. Buradan kütlə ədədi bizə verilib 2n, proton verilib n-2, yerinə qoyub neytron sayını hesablaya bilərik. Neytron bərabərdir kütlə ədədi, yəni A çıxılsın P, 2n minus n-2. Daha sonra mötərizəni açırıq və ümumi neytron bərabər olur n plus 2-yə. Daha sonra isə biz neytronu hesabladıq. Neytrondan sonra gərək elektronu tapaq ki, onların nisbətini 1,25-ə bərabər edək. Bunun üçün də iyonun yükü bərabərdir proton çıxılsın elektron düsturundan istifadə edirik. İyonun yükü 2-yə bərabərdir. Yerinə qoyuram, yazıram. Proton sayı n-2-dir, göstərilib. Elektron sayını isə bilmirəm. Yəni bizə məlum deyil. E kimi qalır. Daha sonra elektron sayını hesablamaq üçün biz proton sayından iyonun yükünü çıxa bilərik. Y bərabərdir n-2 çıxılsın 2 bərabər olur n-4-ə. Elektron sayını da hesabladıq. Gətirib elektron və neytron saylarını yerinə, bu düstura əsasən yerinə qoya bilərik. Neytron n+2-dir, elektron n-4 bərabərdir 1,25-ə. Sonra tənasüb kimi yəni hesablaya bilərik. n+2 bərabərdir 1,25 vurulsun n-4. Yəni 1,25n üzərinə gəlsin 5. Bərabər olur 0,25n bərabərdir 7-yə, n bərabərdir 28-ə. Daha sonra isə növbəti mərhələdə n əgər 28-dirsə, proton sayı n-2-dir. Yəni proton sayı 28-dən 2 çıxdıqda 26. Yükü 2 müsbət katyondur. Elektron sayını hesablayarkən isə biz iyonun yükündən, iyonun yükü bərabərdir proton çıxsın elektron düsturundan istifadə edərik. İyonun yükü 2, proton sayı 26. Buradan da elektron sayı bərabərdir 24-ə. Düzgün cavab variantı A variantı. 7-ci sual. Şərtdə soruşulur ki, aşağıdakılardan hansı qarışıq deyil? Qarışıq və saf maddələri ayırmağın ən asan yollarından biri də qarışıqların formulu olmur, lakin saf maddələrin isə kimyəvi formulu olur. A bəndinə diqqət etirsək, dumanın formulu yoxdur. C, Y və D bəndlərinə diqqət etirsək, eləcə də onların da formulu yoxdur. Havanın və yaxud da südün, neftin ümumi yəni bir formulu yoxdur. Lakin B bəndində çay sodasının isə formulu əlbəttə ki var. Natrium, hidro, karbonat
çay sodasının kimyəvi formuludur. 1 natrium atomu, 1 hidrogen, 1 karbon və 3 oksigen atomundan təşkil olunmuşdur. Ona görə də düzgün cavab variantı B variantıdır. 8-ci sual uşaqlar. Tərkibində 4 fərqli element olan X maddəsinin reaksiyası verilmişdir. Buna əsasən X, Y, Z və T maddələri alınır və hansı ifadələr tamamilə yanlışdır. Deməli, uşaqlar, buna aid bir reaksiya yazın. Məsələn, natrium hidrokarbonat maddəsi parçalanır. Natrium karbonata, üzərinə gəlinsin karbon qazı, üzərinə gəlinsin su. Deməli, əziz şagirdlər, bizə bildirilir ki, X maddəsinin tərkibində 4 fərqli element var. 4 fərqli element varsa, birinci müddəyə diqqət edirək. Üçü də elementdir. Alınan maddələr, yəni Y, Z və T, hər üçü element olarlarsa, orada bir element kənarda qalmış olar. Məsələn, bu nə deməkdir? Burada natrium hidrokarbonatın tərkibində natrium, hidrogen, karbon və oksigen 4 fərqli element atomu var. Lakin bu elementlərin hər biri digər tərəfdə də var. Məsələn, natrium alınan maddənin tərkibində var, karbon var, oksigen var, hidrogen var. Hər biri istifadə olunmuşdur. Lakin məsələn bizə şərtdə bunu demək istəyir ki, natrium hidrokarbonat parçalansa da, yəni birinci müddə bunu deyir. Düzdür, belə bir ikinci reaksiya yoxdur, amma yəni bunu demək istəyir də. 4 maddədən ibarətdir. Deyir bunun parçalanması nəticəsində məsələn hidrogen əmələ gəlib, oksigen əmələ gəlib, yəni elementlər də hidrogen, oksigen əmələ gəlib və yaxud da natrium elementi əmələ gəlib, 3 element əmələ gəlib. Bəs burada yerdə qalan karbon, yəni sol və sağ tərəfdə olan elementlər mütləq ki, sağ tərəfdə olan elementlər hər biri sol tərəfdə də istifadə olunmalıdır. Yəni belə bir reaksiya mümkün deyil. Sadəcə birinci müddəni sizə başa salmaq üçün bildirirəm ki, yəni mümkün deyil belə bir şey. Ona görə də bir tamamilə yanlışdır. İkinci müddəa isə üçü də kimyəvi birləşmədir. Bəli, ola bilər. Reaksiya nəticəsində hər üçü kimyəvi birləşmə də ola bilər. Necə ki, məsələn, eləcə də natrium hidrokarbonat misalında mən bunu izah elədim. Parçalanır, natrium karbonat əmələ gəlir, karbon qazı əmələ gəlir və su əmələ gəlir və eləcə də bəziləri kimyəvi birləşmə, bəziləri də bəsit maddə ola bilər. Ona görə də 2-3 doğrudur, 1 tamamilə yanlışdır. Düzgün cavab variantı A variantı. 9-cu suala baxaq. X3 müsbət ionu verilmişdir. İonda bildirilir ki, 10 elektron və 14 neytron varsa kütlə ədədini müəyyən edin. İlk öncə kütlə ədədi A hərfi ilə işarə olunur, böyük A hərfi ilə. Kütlə ədədi proton və neytronun cəminə bərabərdir. X3 müsbət ionunun da şərtdə bildirilir ki, 10 elektronu var. Elektron sağ aşağı küncdə yazılır. 10 elektronu varsa, biz ionun yükü bizə məlumdur, 3 müsbət. İonun yükü bərabərdir proton çıxılsın elektron düsturuna əsasən protonu müəyyən edə bilərik. İonun yükü 3, proton sayı məlum deyil P, elektron sayı 10-dur. Buradan P bərabərdir 13-ə. Deməli bu elementin 13 protonu var. 13 protonu var. Neytronu şərtdə bizə verib 14 neytronu varsa, kütlə ədədi də bu düsturda aparıb yerinə qoya bilərik. 13 proton, üzərinə gəlsin 14 neytron, bərabərdir 27-yə. Düzgün cavab variantı D variantı. Sonuncu 10-cu sualımız müəyyən temperaturda 10 qram duz minimum 20 ml suda tam həll olur. Deməli şərtdə bizə nə deyirsə, 10 qram duzu biz həll etmək üçün 20 ml bizə su lazım olur. Davamında isə həmin temperaturda 100 ml suda 20 ml su, bəs 100 ml suda neçə qram 100 ml daha doğrusu 100 ml suda neçə qram maddə həll olacaqdır? 100 ml suda isə tənasüblə yaza bilərik x qram maddə həll olacaqdır. Buradan x-i taparkən x bərabərdir 100 vurulsun 10 bölünsün 20, bir dəfə 2 dəfə ixtisar gedir. Deməli 50 qram 100 qram suda 50 qram maddəmiz həll olacaqdır. Düzgün cavab variantı Y variantı.